Şeyh buyurur ki, cəmaat da əsası nə bilinir, necə qurulur? Sahabələrlə. Quran, sünnə, sahabələr. Ona görə sahabələrin yeri böyükdür. Allah Subhanahu buyurur ki: "Və men yuşaqir Rasul min ba'd ma təbəyyənə lehul huda və yettəbi qeyra sabilil mu'minin." Bunu göstərir ki, kim sahabələrin yolundan çıxır, cəmaat sayılmır. Bu ayə dəlildir. Yettəbi qeyra sabilil mu'minin. Həmçinin icmaya dəlildir bu ayə. Ona görə Şafi rahimehullah onu gəlib bilirdi ki, icmadan dəlil gətir mənə. Qaldı belə bilmədi Qurandan. Getdi 3 gün çıxmadı. Bir dənə namaza çıxıb qayıdırdı təzdən. Bilməm, 40 dəfə oxudu, yoxsa neçə dəfə Quranı. Sonra bu ayə dedi ki, "Və men yuşaqir Rasul min ba'd ma təbəyyənə lehul huda." Bu ayə dəlildir icmaya. Ona görə şeyx buyurur ki, haqq odur Quran, haqq sünnədir və sahabələr. Bunların üçün birləşdirirsən, cəmaat olacaqsan. Rahimehumullah. Ona görə sahabələrə dil uzatma olmaz. Sahabələrə dil uzadan azır və azdırır. Olmaz sahabələrə dil uzatma. Nə Əliyə, nə Həsənə, nə Hüseynə, nə başqasına, nə Maviyə. Maviyə qapıdır. Maviyə toxunma olmaz. Maviyə qapıdır. Həsən Hüseyin ona beyət eləyib.